Allah'ın salamı, rəhməti və bərəkəti olsun. Siz dəyərli, əziz müsəlmanların üzərinə özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın haramlarından uzaq durmaq, vacibatlarını yerinə yetirmək deməkdir. Təqvalı olmaq çox mühüm məsələdir. Quran-ı Kərimdə baxsaq, təqva əmri çox qabarıq görsənilən bir əmrdir. Ona görə də hər cümə İmam Cümə özünü və müsəlmanları təqvalı olmağa dəvət edir. Təqvalı olmaq üçün nə lazımdır? Təqvalı olmaq üçün iman və iradə, əzimkarlıq lazımdır. İnsanın dəyəri onun iradəsinin möhkəmliyi qədərdir. Onun nə qədər əzimkar olmağı qədərdir. İnsan nə qədər əzimkar olarsa, nə qədər möhkəm olarsa, nə qədər iradəsi qüvvətli olarsa, bir o qədər dəyərli hesab olunur. Baxırsan, biri günah qarşısında zəif düşür, biri isə günah qarşısında özün möhkəm saxlayır. Təbii ki, bunların arasında mütləq surətdə fərq vardır. Baxırsan, biri, məsəl üçün, mübarək Ramazan ayında istinin altında işləyərək orucu tutur, əzimkarlıq göstərir. Biri isə, məsəl sərində, kondisionerin altında, kölgədə Ramazan ayının orucunu tutmur. Biri görürsən ki, çətinliklə, əzab-əziyyətlə namazlarını əda edir. Biri görürsən ki, namazına heç əhəmiyyət vermir. Biri görürsən ki, subaydır, hər tərəfdən günah hücum edir. Amma o öz abırın, öz əxlaqını qoruyur. Biri də görürsən ki, evlidir, müəyyən qədər ehtiyacını ödeyə bilər, amma günah qarşısında çox zəif düşür. Ona görə də biz bilməliyik ki, bir kəsin iradəsinin zəif olması, bir kəsin əzimkarlığının qüvvətli olması, bunlar fərq doğuran məsələlərdir. Yəni, bir şey heç vaxt ola bilməz ki, biri iradə cəhətdən möhkəm ola, biri zəif ola. Bunları eyni biz dəyərlə dəyərləndirək. Kimdə əgər güclüdürsə, mütləq surətdə o daha dəyərlidir. Quran-ı Kərimdə əzimkarlıq sözü keçir. Biz baxsaq, məsəl üçün, bir neçə ayələr var, inşallah biz onların bir neçəsini qeyd ederiz. Ali-İmran surəsinin 159-cu ayəsində. Bu hansı ayədir? Bu ayədir ki, Allah Teala Peyğəmbərinə buyurur ki, sən Allahın mərhəməti sayəsində insanlarla yumşaq rəftar elədin. Əgər daş ürəkli olsaydın, sərt olsaydın, onlar sənin ətrafından dağılışardı. Sən onları əfv elə. Sən onları üçün Allahdan bağışlanmaq istə, işlərində onlarla məsləhətləş. Ondan sonra dediyimiz ayənin o hissəsi. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et. Həmin bu qəti qərara gəlmək ki, keçir, burada əzimkarlıq sözü keçir. Əzimkarlıq nə deməkdir? Qətiyyət, insanın qətiyyəti olmasıdır. Mən günah qarşısında qətiyyətli olmalıyam ki, mən günah eləməyəcəm. Mən ibadət qarşısında qətiyyətli olmalıyam ki, mən bu ibadəti yerinə yetirəcəm. Ona görə Peyğəmbərimiz qəti qərara gəldikdə, qətiləşəndə Allaha təvəkkül elə. Çünki bu əzimkarlıqda Allahdan kömək istəmək lazımdır. Bu möhkəmlikdə Allahdan kömək istəmək lazımdır ki, Allah sənə yardım eləsin. Həqiqətən Allah ona təvəkkül eləyənləri sevir. Baxın, bu əzimkarlıq, iradənin möhkəmliyi həm dünya işlərində vacibdir, həm də ahirət işlərində vacibdir. Məsəl üçün, bir şəxs ticarət işi qurmalıdır. Orada əzimkar olmalıdır, diqqətli olmalıdır, tez, belə deyək ki, həvəsli olmalı deyil ki, mən tez oradan xeyir götürüm, müəyyən qədər səbirli olmalıdır. Və yaxud da iş qurursa,
işdə əzmkar olmalıdır və yaxud da idman eləyirsə, idmancıdırsa, əzmkar olmalıdır, möhkəm olmalıdır ki, orada uğur qazansın. Ruh da bu cür nədir? İnsan ruhun tərbiyə eləyirsə, burada da əzmkar olmalıdır. Burada möhkəm olmalıdır, iradəsi olmalıdır ki, mən bunu bacaracam. İradə sözünün mənası nə deməkdir? İradə istəmək deməkdir. İstəmək, istək. İnsan istəməlidir. O bir söz var, mən çox xoşum gəlir. Buyurur ki, insan istəməsin. İnsan ki istədi, çox şey eləyə bilər. İnsan ki iradə elədi, iradə yəni istək. Bizim bəzi şeylərə istəyimiz yoxdur. O istəyi yaratmaq lazımdır. Biz, duamız bu olmalıdır ki, bəzən dua eləmək ki, ilahi, məsəl üçün, namazı istəməyi mənə ver. Namazı istəməyi səndən istəyirəm. İlahi, imanı sevməyi səndən istəyirəm. İstəmək lazımdır bəzən. Biz qiyamətin günündə təəssüf eləyəcək, görəcək ki, çox şeylər elə sadəcə istəməkdən keçirmiş. İstəsəydik nələr əldə eləyərdik? İradə eləsəydik nələr əldə eləyərdik? Amma istəməmişik. Əzmkarlıq çox zaman səbirlə əlaqəli olur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, iman gətirdiniz elə belə da iman gətirdim, hər şey bitdi deyil. Əlbəttə siz malınız və canınızla imtihan olunacaqsınız. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Bir çox əziyyətli sözlər eşidəcək. Bir çox tənələr eşidəcək. Nə qədər deyəcəklər ki, bu dünyanın adamı deyilsiniz. Nə qədər deyəcəklər ki, başınız xarab olub. Nə qədər deyəcəklər ki, dəli olmuşsunuz. Hamı öz keyfində, amma sizlər düşmüşsünüz, nə bilim, məscidə, ibadətə, itaətə. Allah Teala ona görə buyurur ki, əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, təqvalı olsanız, əlbəttə bu məqsədə müvafiq bir işdir. Yəni, əzmkarlıqdır bu. Bu işin adı əzmkarlıqdır. Siz möhkəm olsaz, onların sözləri qarşısında möhkəm dayansaz, bu dəyərli və əzmkar bir işdir. Loğman Əleyhisselamda öz oğluna bu barədə buyurur, Ya bunəyyə, Bismillahirrahmanirrahim, Ya bunəyyə, ey əziz oğlum, əqimis saləh, namaz qıl, və'mur bil ma'ruf, yaxşılığa əmr et, vənhə anil münkər, pisliyi qadağan elə, vəsbir alə mə əsəbək, sənə üz verəcək müsibətlərə səbirli ol. İnnə dəlikə min azmil umur. Həqiqətən bu işlər əzmkarlıq işləridir. Bu işlər vacib işlərdir. Namaz qılmaqda əzmkar ol. Yaxşılığı əmr eləməkdə, pisliklərdən çəkindirməkdə, sənə üz verəcək müsibətlərdə əzmkar ol, möhkəm ol, iradəli ol ki, bu işlər balaca işlər deyil, bu işlər ciddi işlərdir. Bizim bir müəllimimiz var, institutda deyir, həmişə deyir ki, işlər barəsində hər hansı bir iş işləyəndə deyir ki, ciddi işlərlə məşğuluq biz. Yəni, insan ciddi işlərlə məşğul olmalıdır. İnsan boş-boş işlərlə məşğul olmalı deyil. Həzrəti Adəm Əleyhisselam haqqında Allah Teala buyurur ki, وَلَقَدْ أَحِدْنَا إِلَى آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ. Deyir ki, doğrusu biz bundan əvvəl Adəmə tövsiyə vermişdik ki, şeytana uymasın. Fənəsiyə, o bizim əmrimizi, bizə verilən əhdi unutdu. وَلَمْ نَجِدْ لَهُ عَزْمًا. Və biz onda əzmkarlıq görmədik. Adəm Əleyhisselam haqqında buyurur ki, biz onda əzmkarlıq görmədik. O verilən əhdə ki, bu ağaca toxunmayacaqsan, əzmkarlıq göstərməlidir, əzmkarlıq göstərmədi. Çox mühüm məsələdir iradənin möhkəm olmağı. İmam Musa Kazım Əleyhisselam bir duada Allahla müracat eləyir.
وَقَدْ عَلِمْتُ أَنَّ أَفْسَلَ زَادِ الرَّاحِلِ إِلَيْكَ عَزْمُ إِرَادَةٍ يَخْتَارُكَ بِهَا وَقَدْ نَاجَاكَ بِعَزْمِ الْإِرَادَةِ قَلْبِي. Buyur ki, ilahi, Allah'a münacat edir. İlahi, mən başa düşdüm ki, anladım ki, sənə doğru səfər edən şəxsi üçün ən üstün azuqə iradənin möhkəm olmasıdır. Ən sənə tərəf səfər edən ki var, biz bilirsiniz də, hər anımız Allaha tərəf səfərdir. Səfər olmalıdır. Ona ki, boş yerə demirlər, insan bu dünyada müsafirdir. Müsafir kimə deyirlər? Müsafir səfər eləyənə deyirlər. Boş yerə demirlər, inna lillahi və inna iləhi raciun. Yəni, Allah tərəfindən gəlmişik, Allah tərəfinə qaydacıq deyil, onun mənası. Əsl, tam mənası budur ki, Allah tərəfindən gəlmişik, Allah tərəfinə qaydırıq. Hamımız qaydırıq. İndinin özündə də burada eləşmiş ki, əslində Allaha tərəf qaydırıq. İndiki zaman və gələcək zamana aid olan bir məfhumu çatdırır. Allah tərəfindən gəlmişik, Allah tərəfinə də qaydırıq. İmam Əleyhisselam da buyurur ki, münacatında, ilahi, mən anladım ki, sənə tərəf səfər eləyən üçün ən yaxşı azuqə iradənin möhkəmliyidir. Yəni, əzimkar olmaqdır. Onun vasitəsilə sənə iman gətirməyi və itaət eləməyi seçir insan. İnsan onun vasitəsilə, iradə möhkəmliyi ilə sənə iman gətirməyi, sənə itaət eləməyi seçir. Qəlbim iradə əzmi ilə səninlə razı-niyaz edir. Yəni, iradənin vasitəsilə mən səndən razı-niyaz edirəm. Yəni, buradan başa düşürük ki, iradə olmasa, bir şey biz əldə eləyə bilməyəcəyik. Həzrəti Əmir əl-Müminin, müminlərin əmiri Həzrət Əleyhisselam buyurur ki, mən qaviyyə həvəhu, zəufə əzmuhu. Buyurur ki, kimin nəfsi, istəyi güclənərsə, iradəsi də güclənər. Yəni, biz bunu bilməliyik ki, iradə ilə nəfsi istəklər tərs mütənasibdir, bir-birinə ziddir. Yəni, bir şəxsin iradəsi güclü olarsa, nəfsi zəifləyər. Nəfsi güclü olarsa, iradəsi zəifləyər. Bunu biz birbaşa, bir mənalı olaraq bilməliyik. Bizim həyatımızın hər bir anında iradəmiz özünü göstərir, əzimkarlıq özünü göstərir. İstir namaz qılarkən, istir ibadət edərkən, istir kiminləsə mübahisə edərkən, istir kiminləsə danışanda qəzəblənərkən, hamısı öz əzimkarlığını göstərməlidir. Əzimkarlıq nədir? Allahın istəyini yerinə yetirmək üçün səndə olan güc. Bu da iman vasitəsilə güclənir. İman vasitəsilə güclənir. Həyatımızın hər bir sahəsinə aiddir. Bir nəfər dəmirçi var idi, dəmirçi. Aylarla işləyir, bir qələm düzəldir. Qələm düzəldir. Ondan sonra aparır xəlifənin yanına. Xəlifə baxır, görür ki, çox gözəldir. Ondan sonra buna deyirlər ki, xəlifə ilə baxarkən, indi xəlifə olub, şah olub, indi burada şaha deyirlər ki, filan alim gəlir. Bu da dəmirçini qəbul edir, baxır. Filan alim gəlir, alimin adını eşidən kimi qələmi qoyur bir kənara, qaçır alimin ayağına, onu qarşılamaq üçün. Dəmirçi təfəkkür edir, fikirləşir ki, mən aylardır bu qələmi, yəni bəzək üçün düzəldir o qələmi, suvenir kimi belə deyək. Düzəldir, bəzək əşyası. Bir aylardır mən bunun üstündə işləyirəm. Bir alimin gəlişi ilə mənim zəhmətim kənara atıldı. O deyirdi ki, pulum verərsiz gedər. Bu ilm nədir ki, mənim aylarla zəhmətimi bir kənara atır. Və ondan sonra qərar qəbul edir ki, mən gedəcəm, elm oxuyacam. Təsəvvür edin, məsəl üçün 50 yaşı var, 60 yaşı var, qoca bir dəmirçidir də, deyir ki, mən elm oxuyacam. Gedir, mədrəsələrin birində daxil olur, başlayır elm oxumağa. Zehni də həddən artıq zəif olur, həddən artıq çox zəif olur zehni. Və başlayır elm oxumağa, indi cavan tələbələrdir, bu da qocadır, qəbul edirlər xahişlə, minnətlə. Bu başlayır, məsələn, yazır ki, ustad deyir ki, əgər şərif hökümdür də, it duzda qalsa, ərisə pak olar. Şərif hökümdür, yəni yoxa çıxsa, əmiyyət pak olar.
Bu tələbələr hamısı yazır ki, ustad deyir ki, it duzda qalsa pak olar. Bu götürür səhv yazır. Sabahsı gündə səhv danışır. Yazır ki, it buyurur. Ustad duzda qalarsa pak olar. Pak olar. Yəni aradan gedir pak olar. Bunu tərsinə deyir. Bunu sabahsı gün bunu deyəndə tələbələr də buna gülür, bu da narahat olur. Buna deyirlər ki, daşı sən də yaşın keçib, sən get dəmirçiliklə məşğul ol da, elm sənliyi deyil. Bu çıxır mədrəsədən, gəlir bulağın bir kənarına. Ağlaya-ağlaya, gözündən yaş gələ-gələ gəlir, bulağın kənarında əyləşir, əl-üzü yuyur, baxır bulağa, görür ki, bulaqdan su tökülür daş qayanın üstünə, bir dənə də balaca bir tərəfdən axıb, da qayanı deşib. Hər dəfə düşüb, deşib, başlayır təfəkkür eləməyə ki, ilahi, dünyada ən möhkəm şey qayadır. Ən yumuşaq şey də nədir? Sudur. Su davamlılıqla, ardıcıl belə deyək, hərəkətlə əgər möhkəm bir şey, ən yumuşaq şey, ən möhkəm şey deşibsə, demək məndən də nəsə çıxar. Məndən də nəsə çıxar. Və qayıdır mədrəsəyə, təzədən oturur, əzimkarlıq göstərir, möhkəm iradə göstərir və böyük alimlərdən birinə çevrilir. Budur iradənin möhkəmliyi, budur möhkəm iradə sahibi olmaq. Allah Teala bizlərin hər birimizə möhkəm iradə sahibi olan möminlərdən qərar versin. Hədisdə keçir ki, müminin iradəsi daşdan, möhkəm çaxmaq daşından möhkəm olar, möhkəm iradəyə sahib olar. Allah Teala bizləri həmin möminlərdən qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar inne şaniyeke huvel abtar. Sadaqallahul aliyyul azim. Salavat edin. Allahümme sallallahu aleyhi ve sellem. Okunan küfənin qəlblərdə təsir olmasına, günahlarımızın bağışlanmasına, ibadət və itaətlərimizin dərəcə ilə buluna, Xanım Fatih Nezzətlərin müqəddəs və pak olan ruhuna salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi ilahil alamin Ebu'l Qasimil Mustafa Muhammed. Allahümme salli ala فاطمة الزهراء سيدة نساء العالمين والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على محمد وآل محمد. صلوات الله عليهم أجمعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين وجميع عباد الله الصالحين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Usikum ve nefsi təqvallah. Əziz və dəyərli müsəlmanlar, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın hədlərini qorumaq, o hədlərdən kənara çıxmamaqdır. O hədləri qorumaq üçün də bizə əzimkarlıq və iradə lazımdır. Allah Teala Peyğəmbərinə buyurur ki, Bismillahirrahmanirrahim. وَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْ. Peyğəmbərinə buyurur ki, ya Resulum, Peyğəmbərim, Peyğəmbərlərdən əzimkarlıq sahibi olanların səbr etdiyi kimi sən də Allah yolunda səbr elə. Necə ki Peyğəmbərlərdə əzimkarlıq var idi, necə ki Peyğəmbərlərdə
iradə möhkəmliyi var idi. Ey Rəsulum, sən də o cür ol. Sən də onlar kimi möhkəm ol. Möhkəm ol. Mömin də bu cür olmalı. Mömin bir dağ olmalıdır. Hər günah onu əsdirməməlidir. Hər günah onu silkələməməlidir. Mömin dağ olmalıdır. Mömin bir möhkəm olmalıdır. Hər külək ondan toz qoparmamalıdır. Peyğəmbərinə də buyurur ki, ya Peyğəmbər möhkəm ol. Başqa bir ayədə buyurur ki, ya Peyğəmbər sən və sənin yanında olanlar sənə əmr olunanlar üzərində möhkəm olmalıdır. Sən və sənin yanında olanlar. Fəstəqim kəmə umirt. Möhkəm ol, necə ki sənə əmr olunur. Ola bilər düşmən hilə eləsin. Ola bilər düşmən kələ gəlsin. Ola bilər düşmən min oyun fikirləşsin. Amma sənə əmr olunan kimi rəftar eləməlisən. Peyğəmbəri qocaldan bir ayədir ya bu. Şəyyəbətni surəti. Hud surəsində keçir, 212-ci ayəsində bu ayə. Peyğəmbəri qocaldıq. Niyə? Yəni düşmən hər şeyə mübah deyib, o deyirlər, hər şey döyüşdə hər şey mübahdır. Xeyr, döyüşdə hər şey mübah deyil. Döyüşün də standartları var. Necə ki, biz 44 günlük müharibədə o standartları yerinə yetirdik, o hədlərdən kənara çıxmadıq. Düşmənlərimiz elə istədiyi, elə nə gəldiyi bombaları atırdılar, amma bizlər o standartlar ki var, onlardan kənara çıxmırdı. Buyurur ki, ya Peyğəmbər, sən də sənə əmr olunan kimi möhkəm dayan. Sənə əmr olunan məsələlərdə möhkəm dayan. Süslük möminə yaraşmaz. Tənbəllik möminə yaraşmaz. Elə tənbəllik olur da insanlarda bəzən. İnsanda ki, tənbəllik varsa, bu müsibətdir. İnsanlar bəzən övladlarında tənbəllik görürlər, elə narahat olmurlar. Tənbəllik bir çox günahlara səbəb olan əməllərdir. Məsələn, adi oğurluq. Oğurluq nədir? Oğurluq tənbəlliyin bir növüdür. Zəhmət çəkib qazanmır, oğurluq eləyir. Və yaxud da hər hansı bir haram şeylərdən ləzzət almaq. Bu nədir? Bu tənbəlliyin bir səbəbidir. Halal ləzzətlər qoyub haramın dalıdır. Niyə? Çünki tez ələ gələndir. Bu tənbəllikdəndir. Süslük, insan vacibatlar qarşısında süslük eləməməlidir. Əzimkarlığın qarşısında, ziddində nəfsi istəklər dayandığı kimi süslük də dayanır. Ona görə ki, Həzrət Əli Aleyhisselam buyurur ki, Zədud təvaniyə bil-azm. Əzm və iradə ilə süslüyə qarşı çıx. Süst olma. İbadətə qarşı süst olma. Əzimkarlıq görsət. Azam verirdi, namazlı qıl, ibadət elə, naməhrəm qarşıma çıxdı, möhkəm ol. Möhkəm ol ki, sən baxmayasan. Çətindirmi? Çətindir. Əziyyətlidirmi? Əziyyətlidir. İnsanın nəfsinə zidd olması onun üçün çətin bir əməldir. İnsanın öz xüsusiyyətinə qarşı çıxması onun üçün çətindir. Amma insan bilməlidir ki, baxmamağın ləzzəti baxmağın ləzzətindən daha çoxdur. Günah eləməməyin ləzzəti günah eləməyin ləzzətindən daha çoxdur. İnsan əzimkarlıq göstərməlidir. Hər günaha qarşı süst eləyə, bunu da elin bir şey olmaz, ibadətə qarşı süst olsun. Bundan insana mömin demək olmaz. İnsan özün balaca bilməməlidir. İnsan güclü bir varlıqdır. İnsan zəif varlıq deyil. Əgər Allaha təvəkkül eləyərsə. Həzrət Əli Aleyhisselam divanında buyurur ki, yəni şeir formasında bir kəlamı var, buyurur ki, Dəvəukə fikə və mə tubsiru. Bugün bu sözlər ki var, indi deyəcəyimiz bu şeir formasında Həzrət Əli Aleyhisselamın dediği şeirlərdəndir. Bu sözlər psixologiyanı, belə deyək, bu günlərdə psixologiyada araşdırılan bir mövzulardır. Motivasiyada araşdırılan mövzulardır. Nə deyir Həzrət Əli Aleyhisselam? Buyurur ki, Dəvəukə fikə və mə tubsiru. Sənin dərdinin dərmanı özündədir, səndədir. Lakin görmürsən, baxmırsan, görmürsən, sənin dərdinin dərmanı özündədir. Çox uzaqlara getmə. Və dəvəukə minkə. Sənin dərmanın özündəndir. Və mə təş'əru. Fikirləşmirsən.
Düşünmürsən, sənin dərmanın özündədir, görmürsən, düşünmürsən. Ətəz'amu ennəkə kirmun səğir. Həzrət Əli Aleyhisselam sual verir. Elə zənn edirsən ki, sən balaca bir varlıqsan. Və fikə intəva aləmul əkbər. Səndə böyük bir aləm var. Sən balaca varlıq deyilsən, özü kiçik sanırsan, amma sən böyük bir varlıqsan. Ona görə buyururlar ki, Əl-insanu aləmus səğir. İnsan kiçik aləmdir. Yəni, kainatın kiçik formasıdır insan. Kainat isə insanın böyük bir formasıdır. İnsan kainatın kiçik forması, kainat isə insanın böyük formasıdır. Ona görə də sən özünü balaca hesab eləmə. Səndə o potensial var. Sən bacararsan o günaha qarşı çıxmağı. Sən o günahın qarşısında möhkəm dayanmağı bacararsan. Sən güclü varlıqsan, özünü zəif görsətmə. Özünü zəif duruma salma, zəif vəziyyətə salma. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "La yukallifullahu nefsen illa vus'aha." Allah hər kəsi yalnız qüvvəti çatdığı qədər yükləyər. Sənə bu günahı qadağan edibsə, sən bu günahla bacara bilərsən. Sənə bu ibadəti vacib edibsə, sən o ibadəti yerinə yetirə bilərsən. Səndə o potensial var. Əgər sənə bunu əmr edibsə, sən bunu eləyə bilərsən. Boyun qaçırmaq olmaz. Allahın əmirlərində, qadağalarında, vacibatlarında, haramlarında, günahlardan üz çevirməkdə, günahlardan qaçmaqda insanın qabiliyyəti var, insanın gücü var. Olmasa Allah deməzdi ki, filan günah eləmə. Əgər insan eləyə bilirsə, ona görə Allah deyib. Allah baxır ki, bu eləyə bilər, buna deyir ki, eləmə. Allah nə deyiblər böyüklərimiz? Deyiblər ki, Allah dağına baxar, qarını verər. İnsana baxar, imtihanı verər. İnsana baxar, imtihanı göndərər. Hz. İbrahim Aleyhisselamın iradəsinə baxsaq, necə möhkəm iradə sahibi idi, necə imtihanlardan keçdi, malı ilə imtihan olundu, canı ilə imtihan olundu, canından da şirin övladı ilə imtihan olundu. Amma nə oldu? Axırda əzimkarlıq göstərdi, möhkəm iradə göstərdi, Allahın peyğəmbəri, dostu və insanlar içərisində imam olduğunu öz iradəsi ilə sübut elədi. Hz. Yusuf Aleyhisselamın iradəsi Allahın lütfü ilə naməhrəm qabağında imanın əlindən verdi mi? Vermədi. İmanın əlindən vermədi. Əzimkarlıq göstərdi və yaxud da Hz. Muhammed sallallahu aleyhi və əzimkarlıq göstərdi. Nə qədər təzyiqlər elədilər, nə qədər əziyyət elədilər, nə qədər planlar vurdular, Taifə getdi, nə qədər daşlar vurdular, bədəni qanının rənginə boyandı paltarı. Amma nə elədi? Əzimkarlıq göstərdi ki, Allahın dini yaşasın. Və əzimkarlığın ən böyük nümunələrindən biri də Qədirxum hadisəsidir. Qədirxum hadisəsində biz Həzrət Əli Aleyhisselamın əzimkarlığının nümunəsini görə bilirik ki, bu günlər Qədirxum bayramı ərəfəsidir. İnşallah sabahda məscidimizdə axşam namazından sonra söhbətimiz olacaq Qədirxum barəsində. Qədirxum bu əzimkarlığın ən böyük nümunəsidir. Qədirxum hadisəsi Həzrət Əli Aleyhisselama imamlığın verildiyi yox, imamlığın verildiyinin elanı günü idi. Zaten imamlıq verilmişdi Qədirxumdan əvvəl. Amma Həzrət Əli Aleyhisselam buna belə deyək, hə, mən bura təyinat aldım, belə deyək ki, hə, yaxşı insanam falanam, bundan yox, hələ gətirdilər ki, Peyğəmbərin kürəkənidir, yaxındır, mənim adamımdır, bunu verim, yox. Həzrət Əli Aleyhisselamın əzimkarlığı olmuşdur, biz Qədirxum haqqında inşallah danışanda onu qeyd edəcəyik. Həzrət Əli Aleyhisselamın əzimkarlığı idi. O, Həzrət Peyğəmbərin yatağında yatmaq üçün bir əzimkarlıq lazım idi ki, o Peyğəmbərin yatağına girmək lazım idi ki, hər adam ona girə bilməzdi. Əmir ibn Əbdəvid məlunun qarşısına çıxmaq üçün Xəndək döyüşündə bir əzimkarlıq lazım idi. Heç kim çıxa bilmirdi.
Bunun nəticəsi idi, bunun mükafatı idi ki, Həzrəti Əli əleyhissalam qədrxunla belə deyək müjdələndi. Həzrəti Bilal rəhməhullahın üzərinə isti qaya parçasını qoymuşdular, isti qaya parçası idi. Həzrəti Bilal rəhməhullah nə deyirdi? Deyir ki, zikr edirdi, əhəd, 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 əziyyət çəkə-çəkə zikr edirdi. Alimlərdən biri buyurur ki, həmin Bilalın orada göstərdiyi əzimkarlıq, orada verdiyi imtihan, illər sonra İslamın ilk azancısı olacağının müjdəsi idi. Onun mükafatı, oradakı verdiyi imtihanın nəticəsi, bəhrəsi sonradan İslamın ilk azancısı olmaq şərəfinə nail olması idi ki, İslam və dinimiz heç vaxt əzimkarlığı belə deyək, qiymətsiz qoymur. Allahın adlarından, sifətlərindən biri nədir? Şəkur. Şəkur nə deməkdir? Şəkur qədir bilən deməkdir. Qədir bilən. Var şakir, var şəkur. Var fərqli şeylərdir. Və sonda bunu da qeyd eləmək istəyirəm ki, biz bu əzimkarlığı 44 günlük müharibədə də gördük. Əskərlərimizin, zabitlərimizin əzimkarlığını, möhkəmliyini, hətta canlarını belə ortaya qoyması, bunlar nədir? Bir əzimkarlıq nümunəsidir. Bir Azərbaycan vətəndaşı olaraq həm dinimizi, həm milli dəyərlərimizi qorumaq bizim üçün vacibdir. Təbii ki, bu milli dəyərləri, dini dəyərləri qorumaq üçün də vətəndaş olaraq da bir əzimkarlıq tələb olunur. İnşallah Allah bizə güc qüvvət versin, həm dini dəyərlərimizi qorumaqda, həm milli dəyərləri qorumaqda bir vətəndaş olaraq, müsəlman olaraq, mömin olaraq, layiqli olaraq öz əməlimizi yerinə yetirək inşallah. Allah Taala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə qəbul eləsin. Allah Taala müşkillərimizi, çətinliklərimizi, sınıflarımızı asan eləsin. Allah Taala bizləri bir-birimizə rauf və mehriban qərar versin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, lam yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz və dəyərli müsəlmanlar, cümləniz mübarək olsun inşallah.